Xoşqar müəllim, hər vaxtınız xeyir. Salam. Xoşqar müəllim, yəqin ki bilirsiniz, bizdə universitet oxuyan tələbələrin əksəriyyəti ixtisaslarla razı deyil, ixtisaslarını dəyişdirmək istəyirlər. Bununla bağlı bilirsiniz ki, transfer prosesi var. Ümumi transfer prosesi nədir? Zəhmət olmasa ətraflı məlumat verə bilərsinizmi? Bəli, dediyiniz kimi, təəssüf ki, bizdə ixtisas seçimini ya düzgün eləmirlər və yaxud mütəxəssislər tərəfindən olunmur seçimlər və deməli sonda istəmədikləri fakültələrə, məsələn, balı yüksəkdir, amma daha az ballı bir fakültəyə qəbul olur tələbə, abituriyent və sonra bu proses göstərir ki, yəni təcrübə göstərir ki, bir ilk ilində artıq o fakültə ilə barışa bilmir və fakültədə oxuya bilmir. Belə olanda ixtisasları dəyişmək istəyirlər. Bu problem deyil. Əgər siz məsələn deyək ki 350 bal toplamısınızsa, 250 ballıq bir fakültəyə qəbul etdirilmisinizsə və yaxud qəbul özünüz almısınızsa deyək ki, və bu fakültənizdən məmnun deyilsinizsə, müraciət edə bilərsiniz. Biz sizin üçün transfer prosesini həyata keçirdə bilərik. Sizin topladığınız bala uyğun və deməli müraciət etdiyiniz qrupa uyğun başqa bir ixtisasda təhsilinizi davam etdirə bilərsiniz. Və bu transfer prosesi də deməli hər semestrin sonunda transferlə bağlı pəncərə açılır. Deməli bu prosesi biz sizin üçün həyata keçirdə bilərik. Təşəkkür edirik Xoşqar müəllim.